Bakıda vəkil çılpaq şəkillərini hüquqlarını qoruduğu qadına göndərərək ona əxlaqsız təkliflər edib. Qadın da həmin şəkilləri Qafqaz İnfo saytına göndərib. Şikayətçinin qadının iddiası belədir. Hüquqlarımı qorumalı olan vəkil məni intihar həddinə çatdırıb. Özünün yarıçılpaq, qeyri-etik fotolarını göndərir, əxlaqsız təkliflər edir. Qadının sözlərinə görə aralarında yalnız rəsmi və məsafəli münasibət olsa da, bir müddət sonra vəkil tərəfindən telefonuna əxlaqsız təkliflər və qeyri-etik şəkillər göndərilib. Ötən il iyun ayının əvvəlində vəkil Raul Ramazanovla üz-üzə görüşdük və 12 nömrəli vəkil bürosunda müqavilə bağladıq. Bir neçə ay sonra mənə əxlaqsız təkliflər etməyə başladı. Razılaşmayanda isə istintaq prosesinə mənim hüquqlarımı lazımi şəkildə qorumayacağını, işimi buracağını dedi. Əsla belə davranışlara layiq biri deyiləm. Məcbur qalıb müqaviləni pozacağımı, yeni vəkillə müqavilə bağlayacağımı dedim. Çünki artıq onunla işləyə göndərdiyi qeyri-etik yarıçılpaq şəkillərini qəbul edə bilmirdim. İttihamlarda adı hallanan vəkil Raul Ramazanovla əlaqə saxlansa da, o söylənilənlərin həqiqətə uyğun olmadığını bildirərək telefonu söndürdü. Yalandır, şər böhtandır dedi. Əziz izləyicilər, bu nə manyaklaşmadır belə? Qadınlar belələrinin əlindən işə düzələ bilmir. Müdirləri intim gözlə baxır. Taksidən istifadə edə bilmir. Əxlaqsız təkliflər gəlir. Avtobusda başqa hərəkətlər görür. Niyə belə halların sayı artır? Hansı tədbirlər görmək və onlara hansı cəzaları vermək lazımdır ki, belə halların sayı artmasın? Siz də öz fikirlərinizi bildirməyi unutmayın.